Sxemə əsasən AB müqavimətini hesablayın. Deməli, sxemdəki diodun P tərəfinin müsbət qütbə düşdüyünə görə diod düz keçid halındadır. Diod idealda qeyd olunub, yəni bu diodun müqaviməti nəzərə alınmır. Yəni tam müqavimətsizdir. Onda o özünü tam müqavimətsiz bir naqil kimi apardığına görə diodu oradan götürə bilərik. Deməli, bizim dövrəmizin bu ucunun potensialı müsbət A'dır. Müqavimətə rast gəlmədiyimiz müddətcə hər hissənin potensialında eyni ilə A götürə bilərik. Deməli, burada B nöqtəsinin potensialı -B, burada da deməli, müqavimətə rast gəlmədiyimiz müddətcə eyni B götürə bilərik. Bu nöqtə isə hər tərəfdən müqavimətlə əlaqəlidir. Deməli, bu nöqtənin də potensialı tamam fərqli olmuş olacaq. Onu da S ilə işarə edə bilərik. Deməli, A, bu hissələri A, bura B olduğu üçün bu nöqtələri də B götürə bilərik. Bu da tamam fərqli S olmuş olsun. Deməli, bizim dövrəmizdə A və S arasında görünürük. 2 dənə müqavimət var. AB arasında bir müqavimət var və B və C arasında müqavimət var. Deməli, o nöqtələri qeyd etsək, A, B və C. Deməli, A'dan C-yə 2 müqavimət var, B-dən C-yə 1 müqavimət var və bir də A'dan B-yə 1 müqavimət var. Deməli, bu hissədə müqavimətlər var və burada müqavimət olmuş olacaq. Deməli, bu iki müqavimət bir-birinə paraleldir. Sonra paralel olan müqavimət bu müqavimətlə olur ardıcıl. Sonra bütövlükdə bu müqavimət aşağıdakı müqavimət olur paralel. Deməli, hər bir müqavimət eyni R-dir. Paralel olan hissələr müqavimətlər eyni olduğuna görə R bölü N düsturuna görə R bölü 2. Sonra 2 ardıcıl olan hissə var. Yəni R bölü 2 ilə B və C arasındakı müqavimət R. Bu olacaq 2-də 3R. Və sonra o A'dan B'yə olan hissəyə paraleldir. 1 bölü paralel bərabərdir 1 bölü R. Üstə gəlinsin 1 bölünsün 3R bölünsün 2. 1 bölü R üstə gəlinsin 2 bölünsün 3R. Ortaq məxrəc 3R'də 3 plus 2. Deməli, R paralel olacaq. 3R bölünsün 5. R'in də qiyməti 3 verildiyinə görə 3 vur 3 böl 5. 9 bölünsün 5. 1,8, 10.